Səhər yuxudan duranda burnun tıxanırsa, bu video sənin üçündür. Çünki bu burun tutulması sadə burun tıxanıqlığı deyil. Sinüzit və qaymorit ola bilər. Necə? Ekrandakı ürəyi qızart və mənə diqqətlə qulaq as. Çünki sinüzit və qaymorit zamanı haymor və sinus boşluqları iltihabla dolur və biz gecə yatdığımız zaman xüsusən də orada artan iltihab burun boşluğuna gəlir və ona görə də səhər-səhər duranda bizim burnumuz çox vaxt tıxanmış olur. Əgər sizdə də haymoritin və yaxud sinüzitin əlamətləri varsa, yaxınlaşırsınız aptekə, sinisol majoron spreyi əldə edirsiniz. Çünki bu sinisol majoron spreyi istifadə edildiyi zaman tərkibindəki dəniz suyu, gliserin, asetil stein və eləcə də yağların köməyi ilə həm sinus, həm də haymor boşluqlara daxil olur. Oradakı iltihabı parçalayır, burun boşluğundan xaric edir. Üstəlik burnunu nəm saxlayaraq haymor boşluqların yenidən iltihablaşmasının da qarşısını almağa kömək edir. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balaoğlanlar hər zaman sağlam qalasınız.